Biznesdə ən çox batanlar kimdir bilirsən? Dostlarla biznes quranlar. Dostluq emosiyadır. Biznes isə qərar, məsuliyyət və puldur. Bu ikisini qarışdıranda problem başlayır. Dostluqda ayıb olar var, biznesdə isə hesab. Dostluqda səbr edirsən, biznesdə isə nəticə gözlənilir. Sərhəd olmayanda nə baş verir? Kim nə edir bilinmir. Qazanc bölünəndə hamı var, zərər gələndə isə hamı susur. Qohum bizneslərinin çoxu niyə dağılır? Çünki ailə içində direktor olmur. Amma biznes direktorsuz yaşamır. Əmin ol ki, dostunla biznes quranda ya biznesi itirirsən, ya da dostunu itirirsən. Əgər dostunla işləyəcəksənsə, ya qaydaları əvvəl yaz, ya da ayrılığı əvvəldən düşün. Biznes dostluq istəmir. Biznes sistem istəyir. Bu işdə sənə öz təcrübəsi ilə bölüşən və sənin dəyərlərinə uyğun olan bir mentor sənə kömək edə bilər.